x1 kökləri x1 və x2 olan kvadrat tənlik üçün belə bir ifadə verilir. Buradan m-i tapın. Kvadrat tənlik üçün ilk öncə v terimini yaza bilərik ki, x1 üstəgəlsin x2 bərabərdir m-ə. x1 vur x2 isə bərabərdir 9-a. Hasili müsbət olduğu üçün x1 və x2 eyni işarəlidir. Yəni, eyni işarəlidir. Ola bilər ki, hər ikisi mənfidir, ola bilər hər ikisi müsbətdir. Hər iki hala baxmaq lazımdır. Yəni. Burada verilən ifadəni ayrı-ayrı məxrəclə köklərdə yazaq. Kök adda x2 bölünsün kök adda x1. Üstəgəl kök adda x1 bölünsün kök adda x2. Və kəsirin birinci kəsirin sürət və məxrəcini kök adda x2-yə, ikinci kəsirin sürət və məxrəcini kök adda x1-ə vuraq. Bu zaman alırıq. x2 ilə x2-nin köklərinin hasili olacaq bizə x2 verir, üstə gəlilsin. Digər isə x1 verir. Məxrəcimiz ortaqdır. Kök adda x1 vurulsun x2. Bərabərdir 4. Cəmi m-idir. Hasili isə 9-a bərabərdir. Kök adda 9 bərabərdir 4. Buradan alırıq ki, m bərabərdir 4 vurulsun. Kök adda 9-dan 3 çıxır. 3-ü də 4-ə vursaq 12. Yəni m bərabərdir 12. Lakin dedik ki, əgər köklər eyni işarəlidir, ola bilər hər ikisi müsbətdirsə, müsbət 12 verər, hər ikisi mənfi olsaydı, mənfi 12 verərdi. Yəni, cavab olaraq plus minus 12 götürməliyik.